Salam, ilk dərsimizdə öyrəndiklərimizi gəlin testlər üzərində tətbiq edək. Sual 1. Psixi hadisələr neçə qrupa bölünür? Psixi hadisələr biz demişdik ki, 3 qrupa bölünür. Psixi proses, psixi hal və psixi xassisə. Psixi proses nəyi bildirir? Ümumiyyətlə, biz dərsimizdə sizinlə danışdıq ki, istər psixi proses, psixi hal və yaxud psixi xassisə olsun, bunların hər birinin özünün açar sözü var. Psixi proses sözündə biz açar söz kimi dinamika sözünü götürmüşdük. Burada da düzgün cavabımız D variantı olduğuna görə deyə bilərik ki, psixi proses psixi faktın dinamikasını bildirir. Yəni, burada müəyyən bir hadisənin başlanması, gedişatı və mərhələləri var. Müəyyən bir dinamika üzərində hərəkət var. Psixi hal və vəziyyət nəyi bildirir? Burada bizim açar sözümüz nisbi davamlılıq sözü idi. Burada da psixi hal və vəziyyət dedikdə psixi faktın nisbi davamlılığından söhbət gedir. Psixoloji anlayışlar sistem şəkildə ilk dəfə kim tərəfindən şərh olunmuşdur? Aristotel tərəfindən eradan əvvəl 4-cü əsrdə ruh haqqında traktatında şərh etmişdir. Biri psixi hallara aid deyil. Biz psixi hallar deyəndə affekt, inamsızlıq, dalğınlıq, şübhə götürürük. Təxəyyül isə psixi proseslərə aiddir. Psixi proseslərdəki idraka aiddir. Biri psixi xassələrə aiddir. Biz demişdik, psixi xassələr əsas 3 idi. Temperament, xarakter və qabiliyyət. Deməli, burada bizim düzgün cavabımız olur qabiliyyət. Çalışın qabiliyyətlə istedadı qarışdırmayaq. Bütün psixi hadisələr prosesual xarakter daşıyır. Bu fikir kimə aid olmuşdur ilk dəfə? Bu ilk dəfə Seçenova aid olmuşdur. Psixi prosesləri seçin. Duyğu psixi prosesdir, bəli. İnam psixi proses deyildi, psixi hala və ya psixi halətə aiddir. Qabiliyyət biraz öncə bildirdik ki, psixi xassələrə aiddir. Təfəkkür psixi prosesdir, nitq psixi prosesdir, şübhə isə psixi halətə aiddir. Deməli, cavabımız olur 1, 4, 5. Sonra psixi prosesləri təsnif et. Yenə proseslər affekt olur, psixi halət. İdrak prosesləri bəli, düzdür. Güman psixi halətə aiddir. Qabiliyyət psixi xassələrə aiddir. Hafizə prosesləri bəli, aiddir. Bir də emosional proseslər aiddir. Cavabımız oldu 2, 5, 6. Psixika necə formalaşır? Bizim sonuncu cümləmiz idi ilk dərsimizdə. Psixika fəaliyyət prosesində formalaşır. Sonra ünsiyyətdə formalaşır. Deməli, bu zaman bizim doğru cavabımız 2, 4 olur. Buradakı cavablara baxanda 9-cu idrak prosesləri, hafizə prosesləri, emosional proseslər 2, 5, 6. 2, 5, 6.